Hər səhər tez durmaqdan zəhləm gedir. Amma son vaxtlar özümə rutin yaratmağa çalışıram. Buna görə də hər gün tez dururam. Əslində ən son 2022-ci ildə hər gün belə tez dururdum. Ona görə bu rutinə başlayanda biraz nostalji yaşadım. Bu arada hələ saat 8-dir və ilk işim yatağıma yığmaq olur. Çünki sonraya saxlasam böyük ehtimalla vaxtım olmayacaq. Sonra üz baxımına və saç baxımına keçirəm. İlk duranda saçlarımın necə göründüyünü demək belə istəmirəm. Elə bil şir oxşuyuram. Sabah durub bu qədər baxma etsək də yenə də üzümüzdən səpciyər əksik olmur. Qıvırcıq və qabarıq saçlı olduğum üçün saç baxımına biraz çox vaxtım gedir. 3 fərqli məhsuldan istifadə edirəm və sonunda yenə də istədiyim kimi nəticə əldə etmirəm. Saçlarımı formaya salandan sonra balkona çıxıb biraz hava alıram və su içirəm. Bu arada arxa fonda sərmiş paltarlara fikir verməyiz. Artıq başlayıram ingilis dili ilə məşğul olmağa. Hazırda ingilis dilini gündəlik rutinimə daxil etməyə çalışıram və səhərlər bunun üçün daha rahat vaxtım olur. Saat artıq 9 olubdur və mən başlayıram işə hazırlaşmağa. Təbii ki də makyaj edəndə ən çox sevdiyim şey mahnıya qulaq asmaqdır, ya da kinoya baxmaq da ola bilər, amma hal-hazırda o qədər də vaxtım olmadığı üçün mahnıya qulaq asaraq əylənərək makyaj edirəm. Əslində bu aralıqda səhər yeməyini də çəkmək istəyirdim, amma başım yeməyə qarışdığı üçün çəkməyi unutmuşam. Heç beynimi yormadan ilk gözümə dəyənləri götürürəm və onları kombinləyirəm. Düşündüm ki, kəmər olmadan sanki kombin tamamlanmır, həm də qeyri-rəsmi qalırmış kimi hiss elədim və artıq işə getməyə hazıram. Növbəti videoda görüşənədək.